Bəli, yenə də vaxt qaydaları pozma verilişinindir. Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Hər birinizi aparıcınız mən Ceyhun Həsənli Avto FM-in studiyasından salamlayıram. Bəli, bugün həftəmizin 4-cü günüdür və 4-cü gün olduğuna görə bilirsiniz ki, artıq ənənə halını alıb sığorta ilə bağlı mövzu biz müzakirə edirik. Bu axşam verilişimizdə sürücüləri və avtomobil sahiblərini ən çox əlbəttə düşündürən sığorta mövzusuna toxunacağıq, yəni avtosığortaya toxunacağıq. Ən çox verilən suallar, müştərilərin qarşılaşdığı, cavab axtardığı məqamlar, ən çox ümumiyyətlə nələr soruşulur? Təbii ki, bu məsələnin sığortaçı, yəni tərəfləri də var və onu qeyd edeyim ki, müzakirəmiz də əminəm ki, hər zamanki kimi çox maraqlı olacaq və sizli bizli birlikdə belə deyək, bəzi məqamlara da aydınlıq gətirəcəyik. Hörmətli dinləyicilər, sığorta ilə bağlı sizi ən çox nə maraqlandırır? Ümumiyyətlə, vətəndaşlar sığorta ilə bağlı ən çox hansı suallarla qarşılaşırlar və hansı suallara daha çox cavab axtarırlar? Bax, ümumilikdə bu mövzunu müzakirə edəcəyik. Mən WhatsApp nömrəmizi sizin üçün xatırladım. Hər hansı suallarınız varsa sığorta məsələləri ilə bağlı buyurub ünvanlaya bilərsiniz. WhatsApp 055 455 10 77. Qonağımız isə Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevdir. Emin bəy, salamlayıram sizi, xoş gəlmisiniz studiyamıza. Salam, hər vaxtınız xeyirli olsun. Mən də sizi, dəyərli dinləyicilərimizi salamlayıram. Necə istəyirsiniz özünüzü? Yaxşı, şükür olsun. Ümid edirəm sizlər də yaxşısınız. Bizi dinləyən dinləyicilərə də xoş ovqat arzulayırıq. Çox sağ olun. Hər həftənin cümə axşamı günündə, 4-cü günündə biz sığorta ilə bağlı məsələləri müzakirə edirik və müxtəlif mövzular ortaya çıxır və sevindiricidir ki, artıq bəzən bizə bir sualın içərisində bir neçə sualı ehtiva edən keçən həftə belə olmuşdu, bəli, daha çox ünvanlanır. Fərqli kontekstdə suallar gəlir. Yəni artıq sadə suallardan daha biz mürəkkəb suallara keçmiş hesab olunuruq. Bu da mənim üçün də sevindiricidir ki, bu bir sığorta maarifləndirməsidir və bu maarifləndirmədə bizim avtomobil istifadə edən şəxslər, ümumiyyətlə avtomobili olan və ya olmayan fərq etməz, sığorta sahəsində bir maarifləndirmənin belə deyək, toplum olaraq bir içərisindəyik. Bu da məni bir sığortaçı olaraq sevindirir. Çox gözəl. Emin bəy, mən sizə də əvvəlcədən də təşəkkür edirəm. Siz bütün suallara o qədər ətraflı şəkildə cavab verirsiniz ki, məncə bu da əsas verilişin əsas yaxşı tərəflərindən biridir. Yəni hər bir suala incəliklə yanaşırsınız və hətta bir sualın dinləyicinin bir mesajında, səsli mesajında və də yazılı mesajında fərqi yoxdur. Bəzən heç o sual kimi olmur, amma deyirsiniz ki, bunu da deyim. Çünki bəzən dinləyici də, vətəndaş da ola bilər ki, bu məsələ də ona qaranlıq qalsın. Yəni, belə deyək də, hər bir dinləyicinin sualına məsuliyyətlə yanaşmağınıza görə mən sizə təşəkkür edirəm. Çox sağ olun. Mənim sizə ilk sualım belə olacaq, Emin bəy. Avtosığorta ilə bağlı bizim vətəndaşlarımızı ən çox narahat eləyən məqam nədir? Ümumiyyətlə, avtosığortada hər zaman bilirsiniz ki, müxtəlif suallar olur, müxtəlif məsələlər olur, daim müzakirə mövzusu olur. Xüsusən də ölkəmizdə bilirsiniz ki, avtoicbari sığorta artıq uzun illərdir. 2011-ci ildəki müvafiq dəyişikliklərdən, yeni qanunvericilik aktından sonra istehlakçılar bu məhsuldan davamlı olaraq istifadə edirlər və əlbəttə ki, bildiyimiz kimi sığorta ilə bir məfhum anlayışdır ki, o məhsuldan istehlakçı istifadə etdikcə onun mahiyyətinə varmış olur və əlbəttə ki, yol nəqliyyat hadisələri baş verdikcə biz sığortaçı ilə sığortalar arasında münasibətlərin daha sürətli, daha çox kəsişdiyini görmüş oluruq və bu məqamda təbii ki, sığorta hadisələrinə mən toxunmaq istəyirəm ki, sığorta hadisələri baş verdikcə müxtəlif suallar yaranır, müxtəlif qiymətləndirmə ilə bağlı suallar yarana bilər və yaxud avtomobilin təmirinin hansı formada həyata keçirilməsindən söhbət gedə bilər, təmir emalatxanası ilə bağlı məqamlar ortaya çıxa bilər və yaxud subrogasiya hüququ kimi anlayışın ortaya çıxması halı ola bilər. Xatırlayırsınızsa bir dövr var idi ki, insanlar avtomobilləri idarə edirdi və bu halda baş vermiş hadisədə subrogasiya hüququnu, yəni subrogasiya hüququ
Bu deməkdir ki, sığortaçının zərər ödənişindən sonra deməli hüquqlarının sığortaçıya keçməsidir. Bax, bu məqamda da təbii ki, bunun da qaydası var, hansı formada həyata keçirilir. Əgər sürücülük vəsiqəsi olmayan bir şəxs avtomobili idarə edirsə və ya alkoqolun təsiri altında avtomobili idarə edirsə, yol nəqliyyat hadisəsinin iştirakçısına çevrilirsə, sığorta şirkəti həmin məbləği ödəyir, daha sonra zərər vuran şəxsdən həmin məbləğ həcmində geri alma hüququna malikdir. Yəni bu kimi suallar var idi ətraflı, ona görə mən bunu qeyd etmək istəyirəm ki, bu kimi suallar var idi. Bəzən görürdünüz ki, insanlar qiymətlə razılaşmırdı və müstəqil ekspertə müraciət hətta etmirdi. Müstəqil ekspert institutu da bir böyük bir institutdur və bu proseslərin Azərbaycanda sığorta sektorunda bu kimi belə deyək peşəkar sığortaçı bazarında bu vasitələrin, bu imkanların olması sığorta bazarının həqiqətən də biz görürük ki, nə qədər inkişaf etdiyini və irəlilədiyini biz müşahidə etmiş oluruq. Əlbəttə problemlər olur və daim o problemlərin həlli istiqamətində, doğru həlli istiqamətində və ən önəmlisi istehlakçı yönümlü həlli istiqamətində də işlər aparılır. Bəli. Baxın, dediniz problemlər olur Emin bəy. Təbii ki, problemsiz iş yoxdur. Önəmli olan odur ki, o problemi görəsən, o problemin fərqində olasan, fərqinə varasan. Narazılıqlardan istəyirəm danışasınız. Yəni sürücülərin etdiyi şikayətdə, narazılıqlar, bəzən belə yəni məqamlar da ortaya çıxır. Sürücülər ən çox hansı hallarda sığorta şirkətlərindən narazı qalırlar? Haqlı və ya haqsız, bilirəm, başa düşürəm ki, bəli, bildim ki, bu məqama toxunacaqsınız. Belə deyək, həqiqətən yerində dediniz ki, elə mən cümləyə başlayarkən bildirəcəydim ki, haqlı və ya haqsız. Burada əslində istehlakçının haqlı, haqsız olması ikinci dərəcəli bir məsələdir. Əgər burada bir istehlakçının marağı və ya əksinə desək, marağının əksinə olan bir məqam varsa, əlbəttə bu araşdırmalıdır. Sığortaçının da vəzifəsi bundan ibarətdir ki, daxil olmuş hər bir müraciətə cavab verməlidir. Bu müraciətləri araşdırmalıdır. Burada bilirsiniz ki, hər baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir. Əgər iki nəqliyyat vasitəsi toqquşubsa, burada sığorta hadisəsinin baş verməsi üçün müxtəlif meyarlar mövcud olmalıdır. İlk növbədə sığorta müqaviləniz olmalıdır, aktiv sığorta müqaviləniz olmalıdır və bundan sonra müqavilə şərtlərinə uyğun olaraq avtomobil sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən hal baş verməlidir və bundan sonraki mərhələdə sığorta şirkətinə sizin sığorta tələbiniz olmalıdır. Bəzən görürsünüz ki, istehlakçı ümumiyyətlə sığorta şirkətinə sığorta tələbində, iddiasında olmur, müraciət etmir, bəli. Yol nəqliyyat hadisəsi baş verdi, qəza komissarı gəldi və biz sığorta ödənişini dərhal almaq istəyirik kimi belə iddiaları da biz müşahidə etmiş oluruq. Əlbəttə bu bir prosedur və qanunvericiliyin tələbinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir zərər ödənişi. Zərər ödənişinin həyata keçirilməsi üçün müvafiq təsdiq edici sənədlərin olması lazımdır. Əlbəttə bəzi hallarda biz görürük ki, müvafiq təsdiq edici orqanın sənədinin göndərilməsi də müəyyən bir qanunverici nəzərdə tutulmuş gün ərzindədir. Həmin gün ərzində göndərilməsi baş verməlidir bu və son sənəd sığortaçıya daxil olmalıdır. Biz bunu hər zaman vurğuluruq ki, son sənədin sığortaçıya daxil olması. Son sənəd nədir? Sizin ola bilər ki, sığortaçı sizə bu zərəri kompensasiya etmək istəyir. Siz isə müvafiq bank rekvizitlərinizi, ən sadə dillə desək, bank rekvizitlərinizi təqdim etməmisiniz. Bu halda zərərin tənzimlənməsində gecikmə baş verəcək. Bəli. Sığortaçı hansı formada sizə zərərin tənzimlənməsini həyata keçirməlidir? Baxın, bu məqamların hər birini təhlil etdikdə və əgər biz gün aralığını dəqiqliklə izləyiriksə, sığortaçıya müraciət edərək sığorta tələbini irəli sürməliyik, müvafiq tələb olunan sənədləri təqdim etməliyik və bundan sonra son sənəd sığortaçıya daxil olmasını məlumat aldıqdan sonra 7 iş gün ərzində də zərərin tənzimlənməsini tələb etməliyik və yaxud da ki, zərər tənzimlənməsindən imtina və ya buna bənzər bir cavabın alınması sığortaçı tərəfindən həyata keçirilmək. Yəni, burada xronologiyanı biz
əgər düzgün şəkildə aparırıqsa və sığortaçı qarşı tərəf bu xronologiyadan kənar hər hansısa bir, ardıcıllıqdan kənar hansısa bir addım atmış olursa, təbii burada sizin hüquqlarınız pozulmuş olacaq. Əlbəttə sizin hüquqlarınızın pozulması halında sizin atacağınız addımlar var, müraciət edəcəyiniz müvafiq qurumlar var. Bəli, regulyatora müraciət eləyə bilərsiniz. Bundan başqa digər hüquqlarınız ola bilər. Məhkəmə qaydasında məsələni mübahisələndirə bilərsiniz. Və eyni zamanda qiymət razılaşması kimi bizim ən çox rastlaşdığımız qiymətləndirmə problemi kimi gördüyümüz məsələ olur ki, sizin sualınıza uyğun olaraq da vurğulamaq istəyirəm ki, sığortaçı ilə sığortalı arasında ən çox rastlaşdığımız qiymət uzlaşması, zərərin hesablanması uzlaşması və ya uzlaşmamasıdır. Burada da əslində məsələyə adekvat yanaşmaq lazımdır. Əgər zərərin aradan qaldırılmasını sığortaçı təmin edə bilirsə və sizə müvafiq qaydada bu hesablama üzrə də maliyyə kompensasiyası təklif edirsə, bu iki təklifdən birini seçməlisiniz. Və maliyyə kompensasiyası şəklində sizə verilmiş məbləğlə razı deyilsinizsə, o zaman təmir emalatxanası seçimini seçə bilərsiniz. Və bu seçimi də seçməyib siz əlavə bir məbləğ iddiasında olursunuzsa, burada artıq hesab edirəm ki, istehlakçı biraz düşünməlidir və bu addımı atarkən. Çünki əgər bir avtomobilin təmiri şərti olaraq 1200 manata təmir edilməsi mümkündürsə, sığortaçı sizə 1500 manat artıq ödəmə edə bilməz. Bu artıq qanunvericiliyə də uyğun bir addım deyil. Və yaxud sizin avtomobilinizin təmiri yenə 1200 manatdırsa, sığortaçı sizə 900 manatlıq bir zərər məbləği də hesablamalı deyil. Əgər hesablayıbsa, burada gözdən qaçan məqam ola bilər. Hər zaman az hesablamışdır deyə bir anlayış yoxdur. Yəni ola bilər, bəli, gözdən qaçan bir məqam ola bilər. Avtomobildir bu, bir mexaniki nəqliyyat vasitəsidir. Avtomobil təmir emalatxanasına gedir. Orada qiymətləndirmə prosesi olur. Orada gözdən qaçan bir məqam ola bilər. Bunu da bildirmək hesab edirəm ki, çox faydalı ola bilər. Bəzən bilirsiniz ki, fotoşəkil məsələsini biz müzakirə edirik ki, fotoşəkil vasitəsilə qiymətləndirmə və yaxud avtoservisə siz istehlakçı biz müşahidə etmiş oluruq ki, avtomobilini avtoservisə aparmır. Bax, bu məqamlarda da qiymətləndirmə prosesində çətinlik yaşana bilər ki, hesab edirəm ki, yol nəqliyyat hadisəsi baş verdiyi zaman sığortaçının sizə tövsiyə etdiyi ardıcıllığı etməyiniz sizin üçün faydalı olacaq. 055 455 1077 bizim WhatsApp nömrəmiz, suallarınızı yaza bilərsiniz. İsmail bəy bizim daimi dinləyicimiz yazıb, salam axşamınız xeyir, hər vaxtınız xeyir İsmail bəy. Qonağınızı salamlayıram yazıb. Rayonlarda, kəndlərdə sığortası olmayan avtomobillərin qəza törətdikdə bu məsələ necə yoluna qoyulur və misal belə olanda narazılıq olur, anlaşılmazlıqlar yaranır deyə İsmail bəy yazıb. Buyurun. Təşəkkür edirəm İsmail bəyə sual üçün. Ümumiyyətlə sığorta müqaviləsinin istər rayon və ya şəhər, qəsəbədə olsun, sığorta müqavilənizin müddətinin bitməsi ilə sığortaçının da öhdəliyi bitmiş olur. Bu gün nəzərə alsaq ki, avtoicbari sığortanın istehlakçı tərəfindən əldə olunması demək olar ki, 100%-ə çatıb. Yəni bütün nəqliyyat vasitələrinin, əgər nəqliyyat vasitəsi istismara yararsız deyilsə və sığorta müddəti bitib, siz onu yeniləməmisinizsə, digər hallarda avtomobil sığortasını istehlakçı əldə edir və bundan başqa sizin ola bilər ki, müqavilə müddətiniz bitib və yeniləməmisiniz. Bu halda avtomobil idarə etmək əlbəttə təhlükəlidir. Burada qeyd etdiyimiz risklər baş verə bilər. Yol nəqliyyat hadisəsi üçün şəxsin sağlamlığına, səhhətinə zərər vura bilərsiniz, birinin əmlakına zərər vura bilərsiniz və bu ciddi bir məsuliyyət yarada bilər. Və bu məsuliyyət də əlbəttə ki, sizi ciddi maliyyə itkisi ilə üz-üzə qoymuş olacaq. Bu kontekstdə təbii ki, sığortaçının da az əvvəl vurğuladığım kimi sığortaçının öhdəliyi sığorta müqaviləsinin bitməsi ilə yekunlaşır. Siz yeni müqavilə əldə etməlisiniz. Əgər müqaviləniz yoxdursa,
burada münasibətləri siz özünüz tənzimləməlisiniz. Dəymiş zərəri əlbəttə ki, qarşı tərəfə hər hansısa bir zərər vurmusunuzsa, bunu özünüz qarşılamalı olacaqsınız. Emin bəy, Sabir bəy yazıb ki, kasko sığortası olan sürücü yay aylarında maşının rəngini, deyək ki, gün vurduğu üçün solsa, bax, sığorta rənglənmə xərclərini qarşılayırmı ya da qarşılayacaqmı? Sabir bəyə təşəkkür edirik sualına görə. Bilirsiniz ki, kasko sığortasında sığorta təminatları çərçivəsində təbii fəlakətlər nəticəsində avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə sığorta təminatının verilməsi nəzərdə tutulur. Burada təbii fəlakəti biz açıqlamalıyıq ki, təbii fəlakət nədən ibarətdir? Leysan xarakterli yağışlar, güclü külək fonunda fırtına və qasırğanın baş verməsi. Ciddi bir səbəb olmalıdır. Bəli, bu kimi təbii fəlakətlər olmalıdır ki, bu zaman avtonəqliyyat vasitəsinə hər hansısa bir zərər dəyərsə, bu halda sığorta təminatına şamil olacaq. Hansı ki, biz son dövrlərdə də bunu xatırlayırsınızsa, ötən ilin oktyabr və bu ilin mart-aprel aylarında leysan xarakterli təbii fəlakətlər gördük, avtonəqliyyat vasitələrinə də zərər dəydi və kasko sığortası çərçivəsində bu nəqliyyat vasitələrinə dəymiş zərərin aradan qaldırılması sığorta şirkətləri vasitəsilə təmin edildi. Bizim sualdakı bu günəş şüalarının nəqliyyat vasitəsinə dəyməsi, yəni təbii fəlakəti ilk öncə mən o nöqtəyə toxundum və günəş şüalarının nəqliyyat vasitəsinə zərər vurması uzun müddətli bir prosesdir. Qısa müddət ərzində avtomobilin günəş şüalarının deməli nəticəsində rənginin boyasının solması kimi hallar təbii fəlakətə şamil olmayacaq və belə bir klassik kasko sığorta müqavilələrində belə bir təminatla siz çox da rastlaşmayacaqsınız. Xüsusi bir əgər təminat almış olsanız, kasko sığortası bilirsiniz ki, könüllü sığorta müqavilələrinə aiddir və könüllü sığortada sığortaçı ilə sığortalar arasında müvafiq şərtlərin razılaşdırılması təmin edilə bilər və siz əlavə bir təminat kimi günəş şüaları nəticəsində nəqliyyat vasitəsinin boyasının korlanması, zədələnməsi kimi halından təminat alsaz, bəli, belə bir təminat sizin əhatə edə bilər. Lakin klassik kasko sığortalarında belə bir təminat nəzərdə tutulmayıb. Çünki günəş şüaları nəticəsində avtomobil boyasının zədələnməsi uzun müddətli bir prosesdir. Bu təsadüflük xarakteri daşımır. Artıq sizin nəqliyyat vasitənizin, belə deyək, xüsusən də mən vurğulamaq istərdim ki, avtonəqliyyat vasitəsinin deməli boyaları, avtomobil boyalarında istifadə olunan həmin boyalar günəş şüalarına və digər belə deyək, kənar təsirlərə, bəli, davamlılıq göstərən bir boyalardır. Bu kontekstdə də artıq bu təsadüflük prinsipindən daha çox, bəli, artıq deməli bu detallar da ölçülüb biçilib də hamısı ki, yəni uzun müddətli bir prosesin nəticəsi deməkdir. Bəli. Onda belə bir sual da ortalığa çıxır ki, Emin bəy, yəni hansı hallar və hansı səhvlər yəni sürücülərimizə baha başa gəlir? Yəni hansı hallardır ki, yəni sırf sığorta ilə bağlı bizim sürücülərimizə baha oturur da, belə deyək. Bəli, çox maraqlı bir sualı ünvanladınız. Sürücülərimizin daha çox rastlaşdığı və etdiyi addımlar var ki, bu addımların nəticəsində sürücüyə sığorta baha başa gəlmiş olur. Yəni sığortadan istifadə etmir, nəticədə həmin proses həmin şəxsə baha başa gəlmiş olur. Bu nədən ibarətdir? Ən çox biz rastlaşırıq ki, siz özünüz də müşahidə edirsiniz, ətrafımızdakı dostlar, tanışlar və digər şəxslərdə yol nəqliyyat hadisəsi, kiçik həcmli bir hadisə baş verir və tərəflər hadisədən sonra sığorta şirkətinə məlumatlandırma etmirlər və müvafiq icra hakimiyyəti orqanına, dövlət yol polisinə məlumatlandırma etmirlər. Əfsuslar olsun ki, öz aralarında dəymiş zərərin aradan qaldırılmasını təmin etməyə çalışırlar və bu halda da biz daha çox nəyə müşahidə etmiş oluruq? Sövdələşmə baş tutmur, dəymiş zərərin aradan qaldırılmasında çətinliklər yaşanır, söz verilmiş, belə deyək, təmir, vədlər yerinə yetirilmir. Bu həmişə belədirmi? Təbii ki, xeyr. Bəzi sürücülər var ki, hətta deyərdim bir çox sürücülər bugün vəd verdisə, o vədini yerinə yetirən sürücü kateqoriyamız daha çoxdur. Lakin biz vədlərlə deyil, sığorta müqaviləmizlə hesab edirəm, addım atmalıyıq. Dəymiş zərəri sığortaçıya və müvafiq dövlət orqanına, dövlət yol polisinə hadisə ilə bağlı məlumatlandırma etməliyik. Çünki biz
avtomobilimiz mütəmadi vurğulayıram mən, mexaniki nəqliyyat vasitəsidir. Siz bir toqquşmada ola bilər ki, yalnız vizual olaraq avtomobilin ön hissəsindəki bir kiçik zərərləri görə bilərsiniz. Hətta cızıq kimi görsənə bilər bu zərərlər. Lakin avtomobilin təmir emalatxanasında onun digər hissələrinin zədələndiyi aşkar ola bilər ki, bu da hesab edirəm ki, mütəxəssis məsələsidir. Hər kəs avtomobil mütəxəssisi ola bilməz və dəymiş zərərin həcmini də hadisə yerində müəyyənləşdirə bilməz. Buna görə əgər sizin sığorta müqaviləniz varsa, hüququnuzdan istifadə edib sığortaçıya və müvafiq icra hakimiyyəti orqanına məlumat verməlisiniz dövlət yol polisinə və hadisənin motivləri orada müəyyənləşib, siz də dəymiş zərəri sığorta vasitəsilə kompensasiya edə bilərsiniz. Son olaraq bir sual dinləyici yazıb ki, icbari sığortanın vaxtı cəmi bir gün əgər keçsə və həmin gün qəza törətsən, sığorta bunu qarşılayırmı? İcbari sığorta müqaviləsinin bitməsi ilə hansı gün, hansı dəqiqədə bilirsiniz ki, icbari sığorta müqavilələri bağlandığı anda həmin gündə, misal üçün bu günlərim may ayının 14-ü və saat 18:42 dəqiqədir. Həmin saniyə ilə 18:42 57-ci saniyədə sizin sığorta müqaviləniz informasiya sisteminə daxil oldusa və siz ödənişini etdinizsə, bu tarixdən etibarən qüvvəyə minmiş olur və bir il sonra həmin tarixdə qüvvədə bəli düşmüş olur. Burada saat saniyəsi də eyni qaydadadır və müqavilə müddəti bitdikdən sonra sığortaçının deməli öhdəlikləri də bitmiş olur və bundan sonra baş vermiş yol nəqliyyat hadisələrində təbii ki, avtomobili idarə edən şəxs sahibi və digər bir şəxs məsuliyyət tərəfi öz məsuliyyətini özü çəkməlidir. Bunun üçün baxın, hər zaman vurğulayırıq ki, aktiv mobil nömrənizdən istifadə edin sığorta müqavilələrinin imzalanmasında və müqavilənizin bitməsinə az qalmış, yəni 30 gün qalmış sizə bildiriş SMS-i gələcək. Daha sonra bir 14 gün qalmış sizə yenidən bir xatırlatma SMS-i göndəriləcək ki, 9707 qısa nömrəsindən icbari sığorta bürosu tərəfindən müqavilənizin yenilənməsinə tələsin və bu bildirişlərlə siz avtomobil sığortanızı yeniləyə bilərsiniz ki, sığorta müqaviləniz bitdikdən sonra da yol nəqliyyat hadisəsinin iştirakçısına çevrilib ciddi maliyyə etkisi ilə üzləşməyəsiniz. Mən təşəkkür edirəm Emin bəy, çox sağ olun. Gəldi, sualları da ətraflı şəkildə cavablandırdınız və yardımçı oldunuz bizim həm də vətəndaşlarımıza, bizi dinləyən dinləyicilərə. Təşəkkür edirəm sizə. Mən də sizə özlərinin təşəkkürümü bildirirəm. Ceyhun bəy, biz mütəmadi maarifləndirmə istiqamətində bu gördüyümüz işlərdə Avto FM-in rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Mənim mesajım bundan ibarətdir ki, dinləyicilərimizə yollarda ehtiyatlı olmaq tövsiyə edirəm və hər zamanki qarşı alma tədbirlərinə müvafiq olaraq bir çağırışı da vurğulamaq istərdim ki, avtomobil idarə edərkən mobil telefonlardan və bu kimi məsələlərdən istifadə etməyi tövsiyə etmək. Diqqəti yayındıracaq. Diqqəti yayındıran, əlbəttə. Bu ola bilər ki, siz digər bir işlə məşğul olarsınız avtomobil idarə edərkən, bu sizin diqqətinizi, söhbət eləyərsiniz, bu sizin diqqətinizi yayındıra bilər. Bu kimi diqqət yayındıran məsələlərdən kənarda qalmağı tövsiyə edirik ki, daha güvənli şəkildə avtomobilinizi idarə edəsiniz. Bir daha təşəkkürlər Emin bəy. Çox sağ olun. Xatırladıram ki, bugün studiyamızın qonağı Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev idi.